Salam değerli izleyiciler. Hal-hazırda Samaya Xanımı görürük. Yolunuzdan qayıtdınız. Çox sağ olun. Allah razı olsun. Çox sağ olun. Çox sağ olun. Allah razı olsun. Salam Samaya Xanım. Allah Poladımızı cənnətdə eləsin. Ruhu şad olsun. Bir Poladın arxasıca gedən minlərlə oğulları, şəhidlər cənnətdə olsun. Qazilərimizə can sağlığı versin. Bugünkü bayramı bizə bunlar yaşadıb. Allah sizə də can sağlığı versin. Samaya Xanım. Allah'ım rəhm elə bu millətə sən. Bayrağa bükülüb şəhid gəlməsin. Analar saçını yolub yerlərə vay bala deyərək həvan etməsin. Amin ya Rəbbil Alemin. Amin. Samaya Xanım, Allah sizə can sağlığı versin. Gəlib ziyarət eləmişsiniz, bizim də Poladımızın ruhu şad olsun. Sizlər sağ olsun, var olun, gələn ayaqlarınız var olsun. Şəhidlərimizin ruhları şad olsun. Çox sağ ol Samaya Xanım, çox sağ ol. Var olun, milyonların bayramıdır, bəli. Bəli. Birinci layıqsını birinci doğumlardır. Onun üçün cənnət hədə edən şəhidlərimiz. Anarı göndermiştiler əməliyyata. Daşkəsəndə idi. Anar Əliyevin yoldaşıyam mən. Tanıyıram, ana mənə tanıyır. Getdi, təlimə göndərmişdilər. Dedi ki, mən indi tanımırdım. Polad haqqında danışdı evdə. İndi hamı bilir ki, hərbiçilər çox elə kiminsə haqqında evdə, ailədə çox elə kimdənsə danışmırlar yəni. Amma yəni o qədər çox istəyirdi, o qədər onu vətənpərvər bir oğul kimi. Dedi ki, maşınını verdi mənə. Dedi ki, əskərin sürücüyə ki, apar hara lazımdır, maşından düşürürsən. Anar yer ora təlimə getmiş. O təlim hansı ki o tərəfdən olmalıydı, o istiqamətdən olmalıydı. Və nə lazım idisə dəstək falan, hər şey. Şəhid olanda biz Naxçıvandaydıq. Naxçıvanda Anarı mən ilk dəfə onda gözündə yaş görmüşəm. Allah bütün şəhidlərimizi rəhmət eləsin. Polad Həşimov bu müharibənin ilk bir qığılcımını deyim, ilk o şarımı deyim, o zəfərin şarımı deyim, cığırı idimi. Yəni o oğullar sanki elə hamısı o yoldan getdilər. Və dediyim kimi, Anar o vaxt məsələn onu bilməzdi ki, o da müharibə başlayacaq və o da şəhid olacaq. Yəni hamısının ruhu qarşısında baş əyirik. Bu günləri 26 iyun Silahlı Qüvvələr Günüdür və bütün bu oğulların, buradakı bu zabitlərin çiynində paqon yox, vətən daşıyan oğulların həqiqətən də günüdür. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ali Baş Komandanımıza can sağlığı versin. Bugün hal-hazırda xidmətdə olan qeyrətli, şərəfli zabitlərə, oğulları təbrik edirik, onlara can sağlığı versin. Çox sağ olun, çox sağ olun. Havada, istəskər çəkməsində. Allah o bizim gecə gündüz səngərdə yatan oğlanlarımızı Allah qorusun. Amin. Amin ya Rəbbil Alemin. Amin.